Salam əziz abituriyentlər, bu video izahımızda izah nəşriyyatdan misir bir mövzu sınav imtahanı, yəni 1-1-in gəlin izahlarına baxaq. Nə deyir birinci sualda? X və Y ədədlərin ədəd ortası 17-dir. Yəni 17-dirsə, deməli X və Y-in cəmi 17-ni 2-yə vursam 34-ə bərabərdir. X, Y, Z ədədlərinin cəmi, yəni X üstə gələ, Y üstə gələ, Z bərabər 15-i 3-ə vursam 45 olarsa, Z tapın. Buradan X plus Y-in yerine 34 yazaram. 34 üstə gələk Z bərabərdir 45. Z də bərabər 11. Bir doğru cavab olur A variantı. Davam edirik növbəti ikinci sual ilə. A və B natural ədədlərinin sadə vuruqlara ayrılışı bu şəkildə olarsa əkob AB. Təbii ki biz dedik ki əkobda qüvvətləri B olan götürürdük. 2 üstü 4 və 2 üstü 3 təbii ki götürəcək 2 üstü 4 vurulsun. 3'ün üstü 5 hər ikisində eynidir. Sonra 7 üstü 3. 7 üstü 3. Bir de burada 5 kaldı. Onu da götürəcəyik. Əbobda qüvvətləri kiçik olan 2 üstü 3. Sonra 3'ün üstü 5 hər ikisində ortaqdır. Düzdür. Bir de 7 üstü 2. 2 üstü 3'dən 2 üstü 4 getdi. 3 üstü 5'lər getdi. 7 kaldı. 14 vuraq 5. O qaldı əlimdə. Deməli baxın. Nə qaldı? 14 vurulsun 5. O da bərabərdir 70. Doğru cavab olur 2B variantı. Üçüncü sual. 3 gün ərzində 360 ədəd kitab satıldı. Diaqrama əsasən birinci gün neçə kitab satılıb? 40%, 30%, 70% isə deməli birinci gündə 30% kitab satılmalı. Çünki cəmi 100%dir. 360 ədəd kitab satılıbsa birinci gün bunun 30% satılıb. 360'ı vururam 30%'e bölürəm 100'ə. O da bərabərdir 108. Doğru cavab olur 3C variantı. Dördüncü sual. Buradan A bərabərdir 3K yazacağıq. B bərabərdir 5K. Əkob AB, əkob 3K və 5K'nın əkobu nəyə bərabərdir? 15K'ya. Birbaşa yazıram. Əboblar isə K'ya bərabərdir 42. Buradan 14K bərabər 42, K bərabərdir 3 almış olduq. A nəyə bərabər olduq? Ümumiyyətlə bunların cəmi oldu mu 8K. Bizden cəmi soruşur. 8 vurulsun 2 bərabər 16. Doğru cavab K3'ə. 3'dür. K3'dür. 8 dəfə 3'ün 24. Doğru cavab oldu 4D variantı. 5-ci sual. Tənliyin natural həllər üçün x, y karesini tapın. Yəni o deməkdir ki x minus 7 mütləq 1'ə bərabər olmalıdır. Y plus 3 isə mütləq 13'ə bərabər olmalıdır. Buradan x bərabər 8, y bərabər 10 almış oluruq. Hasil 8 vurulsun 10 bərabərdir 80. Doğru cavab olur 5Y variantı. Sual 6. X, Y yenə hasilini soruşur. Nə modulda, nə də kökün dərəcəsi düzsə kök altı ifadədən mənfi çıxa bilmir. Ona görə də ayrı-ayrılıqda hər bir ifadəni sıfıra bərabər etməliyəm. 3x minus 15 bərabər 0. Buradan x bərabərdir 5. 2y üstə gələk x plus 11 bərabər 0. X'in yerinə 5 yazsam 2y bərabər mənfi 16, y bərabər mənfi 8. Mənfi 8 də 5'ə vursam mənfi 40. Doğru cavab olur 6C variantı. Sual 7. Dərzi parçanın əvvəlcə 30%-ni, sonra qalan parçanın 50%-ni kəsdi. Parçanın hansı hissəsi kəsilməmiş qaldı? Deməli parça 100% olsun, yəni və yaxud da 100 metr olsun. Həm də bu bizim faizimizdir. Əvvəlcə 30%-ni kəsdi, qaldı 70 metr. 70'in də yarısı, 50% nə deməkdir? Yarısı deməkdir. 70'in yarısı əvvəlcə 30 metr kəsdi, sonra 35 metr kəsdi. Cəmi 65 metr kəsildi. Hansı hissəsi kəsilməmiş qaldı? 35 hissəsi. Yəni %35 hissəsi. O da bərabər 5'ə bölsəm 20'də 7. Doğru cavab olur 7C variantı. 8. 11'dən böyük 28'dən kiçik olan 3'ə qalıqsız bölünən natural ədədlər çoxluğunu tapın. Təbii ki burada 12, 15, 18, 21, 24, 27 olacaq. Doğru cavab olur Y variantı. İfadəni sadələşdirin. Y ədədin qiyməti 2,7, yəni tam qiymət deyil olduğuna görə 3 çıxsa mənfi. P'nin qiyməti 3,14 olduğuna görə mənfi. Olduğuna görə modulu çıxardaq. 3 minus y şəklində çıxır. Bax bu mənfilə bu mənfi vurulur, müsbət olur. 3 minus pi olduğu kimi çıxır. Plus y plus pi. Müsbət mənfi pi'lər, müsbət mənfi y'lər bir-birini islah aparır. Doğru cavab olur 9y variantı olmuş oldu. 6. 10-cu sual. İştiraklanmış hissə A ilə B'nin nə idi? Kəsişməsidir, həm də A ilə C'nin kəsişməsidir və bunları birləşdirib. Doğru cavab olur 10Y variantı. Sual 11. 5'də 3 və 2'də 1 hissələrinin cəmi 77 olan. Yəni əvvəlcə 5'də 3'ün üzərinə 2'də 1 gəlirəm. Bərabər 10'da
6 üstə gələk 5, 10-da 11. 10-da 11 hissəsi 77-dirsə, x bərabər 70. Ədəd 70-dir. Bu ədədin də 7-dəki hissəsini soruşur. 70 vurulsun 7-dəki bərabər 20. Doğru cavab olur 11 A variantı. Sual 12. A ən kiçik sadə ədəd olarsa, ən kiçik sadə ədəd 2-dir. Yerinə yazsam 2 bölünsün 5 minus m. Düzgün kəsir olması üçün sürət məxrəcdən kiçik olmalıdır. M kiçikdir 3-dən. Doğru cavab olur 12 A variantı. Sual 13. 3 ardıcıl natural ədədin cəmi 54 olarsa, bu ədədlərdən ən böyüyü ən kiçiyin hasili. Ardıcıl natural ədədlər bir-bir artır. Biri A, biri A plus 1, biri A plus 2. Cəmləri 3A plus 3 edər, bərabər 54, A bərabər 17. Deməli 17, 18, 19 olmuş oldu. Ən böyüyü ən kiçiyin hasili. 17 vurulsun 19 bərabərdir. 9'u 7'ye vursam 63, 323. 13 doğru cevap oldu. 323. Doğru cevap C variantı. Sual 14. N'in neçə natural qiymətində natural ədəd olar? Bu tip misallarda sürəti vurun açın. N kvadrat plus 8n plus 15 bölək n. Düzdür. Hər bir sürətdəki ədədi ayrı-ayrı məxrəcə bölün. N üstə gələk 8 üstə gələk 15 bölünsün n. Deməli, natural qiymət deyirsə 15'in bölənləri olmalıdır. 1'ə bölünür, 3'ə bölünür, 5'ə bölünür, 15'ə. 4 dənə. Doğru cavab oldu. 4 ədəd. 4. Sual 15. Deməli, AS'yə paraleldir DF-ə bucaqlar verilib. BYF bucağını tapın. 2 paralel düz xətt və onları kəsən bir düz xətt verilibsə, deməli 3x minus 70 bucağı ilə x plus 70 çarpazdır. Çarpazlarsa bərabərdirlər. Buradan 2x bərabərdir 140, x bərabər 70. 70, 70. Bura oldu 140, burada oldu 140 dərəcə. Bizdən nəyi soruşur? BYF. 140'ın qonşusu 40 dərəcə və yaxud da 140'ın daxili bir tərəfli bucağı 40 dərəcə. Doğru cavab oldu 40 dərəcə. Sual nömrə 16. Ədədlərin hasilinin standart şəklindəki tərtibini tapın. A-nı B-yə vursam 3 dəfə 5'in 15 vurulsun 10 üstü 15. Qiymətli hissə 1 və 10 arasında olduğuna görə buradan bir virgül qoysam 1,5 vuraq 10 üstü 16 olmuş oldu. Tərtib də olacaq 16. Doğru cavab 16. 17. sual. Qrafikdə ay ərzində kitab mağazasında satılan fizika, kimya, tarix, biologiya dərslərinin diaqramı verilmişdir. Satılan kitablar 25'in üstünə 55 gəlirəm 80, 200, 300 dənə kitab var ümumilikdə. Neçə faizi kimya? Kimya nə qədər satılıb? 120 ədəd. Vururam 100'ə. O da bərabərdir. 120'yi 3'ə bölsəm 40%. Doğru cavab olur 40%. Nömrə 18. Deməli A'dırsa, bax bu da A'dır. A ilə B və C açıq bucaq əmələ gətirdiklərinə görə cəmləri 180'ə bərabərdir. Düzdür. Bu iki A'nı yazaram ki A üstə gələk B üstə gələk C üstə gələk A plus C bərabər 280. ABC'nin yerinə 180 yazaram. Plus A plus C bərabər 280. A ilə C'nin cəmi 100 olar. A ilə C'nin yerinə 100 yazsam, deməli B'nin dərəcə ölçüsü olacaq 80. Doğru cavab olacaq 80 dərəcə. Sual nömrə 19. 290 dərəcədirsə 290'ı tam bucağı tamamlayan bucaq olacaq 70 dərəcə. 360'ı tamamlayan. Deməli 40 ilə bu x'in cəmi nəyə bərabər olmalıdır? 70'ə. X də bərabərdir 30 dərəcə. Doğru cavab olmuş oldu 30. 20. sual. OK şüası AOB'nin tənböləndir. AOB 148 isə yarıya böləcək də 74, 74. 6'da 1 AOK'nı verib. Yazaram ki 6'da 1 x plus 30 bərabərdir 74. 6'da 1 x bərabərdir 44. X də bərabərdir 4, 250, 264. 264 dərəcə tapıldı. Sonra KOB də 74 dərəcəyə bərabər olmalıdır. Yəni 240 plus 12'də 1 vurulsun 264 bərabərdir. X'in yerinə yazdım 74. Buradan deməli 264'ü bölməliyəm 12. 22 dərəcə düşür. 240 plus 22 bərabər 74. 74'ə 22 çıxsam 52. 240 bərabər 52. Y də bərabərdir 26. Bizdən nə soruşur? X minus Y fərqini soruşur. 264'dən çıxaram 26 bərabərdir 8. 238. Cavabımız oldu 238 dərəcə. Çox rahat bir sual. N plus N cəminin ən kiçik qiymətini tapın deyir. Deməli,
qarışıq dövrü onluq kəsirdir. Məxrəcdə dövrdəki ədədlərin sayı qədər 9, dövr və vergül arasındakı ədədlərin sayı qədər 0 yazıram. 90-da. İndi 26-dan çıxaram 24. Əslində bu 90-da 24 ola bilər, amma M-in cəminin ən kiçik qiymətini soruşur deyə 2-yə bölsəm 2-yə 6-ya bölə bilərəm. 15-də 4 almış oluram. 15 üstə gələk 4 bərabər 19. Doğru cavab oldu 19. Nömrə 22. Hesablayın. Deməli, mən burada 2A plus 1 və 2A plus aralarında 2 vahid fərq olduğuna görə, məsələn, mən A-ya 1 verəndə bu 3 olur, bu 5 olur. Ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərin əbubu 1-ə bərabərdir. Yəni ki, 5A minus 29 1-ə bərabərdirsə, 5A bərabər 30, A bərabər 6. Gətirib yerinə yazaram. Əkob. Bu 20 eləyər. 20. 72 və 70. O da bərabərdir 140. Mən birbaşa hesabladım. Əslində belə də yazmaq olar. 2-yə bölünürlər 10, 35. 5-ə bölünürlər 2, 7. 2 dəfə 5-in 10, 7 dəfə 2-in 14. O da bərabərdir 140. Əkobları 140-a bərabər olmuş oldu. 23-cü sual. Diaqramda hər bir qabda su və şəkərin miqdarı verilmişdir. Hər üç qabı qarışdırdıqda əmələ gələn məhlulda neçə faiz şəkər olar? Deməli, şəkər və su. Ümumiyyətlə birinci qabda 20, 40, cəmi 60 litr məhlul var. İkincidə 10 ilə 30 ise 40. Üçüncüdə 40 ilə 60, 100. Ümumilikdə 200. P bərabər maddə bölək məhlul. Məhlul oldu 200. Şəkərə baxmalıyam. Şəkər boz rəngdə olanda 20, 10, 40. Olurmu 70? Vururam 100'ə. 72'ye bölsəm 35%. Doğru cavab oldu 35%. Sual nömrə 24. Riyaziyyatçıların sayı kimyaçıların sayından 2 dəfə çoxdur. Riyaziyyatçılar nə qədərdir? 23, 13. 36'dan 10. 46 plus A nəfər. Kimyaçıların sayından 2 dəfə çoxdursa 2 vurulsun. Kimyaçılar 8, o da 2, 10, 20, 43 nəfər. 2 vuraq 43. Kimyaçıların sayından 2 dəfə çox. 43'ü də 2'yə vursam neçə eləyir? 86. Birbaşa yazıram. Buradan A da bərabər 40. A-nı tapdım ki 40. Əla. A bu da qalsın. Sonra deyək ki, fizikaçılar və kimyaçılar birlikdə kimyaçılar tapmışdım 43 nəfər. 40 burada, 10 burada. 50. O da 36. 60, 86 nəfər. 86 nəfər riyaziyyatçımız var. Fizikaçı və kimyaçı. Birlikdə 93. Fiziklər. 13, o da 10. 23, 31 plus B. 31 plus B üstə gələk kimyaçı 43 bərabər 93. 93'dən 43 çıxıram. 50, 50'dən 31 çıxıram 19. B bərabər 19. Almış oldum. A üstə gələk B cəmini soruşur bizdən. A-nı tapmışdıq 40. A neçəydi? 40. Hə. A üstə gələk B. 40 üstə gələk 19 bərabərdir 59. Qəşəng maraqlı sual idi bu. Cavab oldu 59. 25 son sualımız. Altta biri yazaram ki 1 bölünsün 2 vuraq 3. 12'də biri 3 vuraq 4. 20'də biri 4 vuraq 5. 30'da biri 5 vuraq 6. 42'də biri 6 vuraq 7. Məxrəzdəki vuruqlar arasındakı fərq eyni olduğuna görə 7'ni 2'yə vuraram. 2 vurulsun 7 yazaram. Sürətləri toplayaram. 1, 2, 3, 4, 5. Yəni 14'də 5 bizim doğru cavabımızdır. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar arzu edirəm.